Gördük. Uğurlu olsun sevgimiz. Ben size bir sual vereceğim. Ve o sizin nəşriyyatla bağlı olmayacaq, Libraya aidiyyatı olmayacaq. Hər hansı bir nəşriyyatdan da ola bilər. Və sizə qədər artıq çox nəşriyyatlara yaxınlaşmışam. Hər kəsə bir dəqiqə vaxt vermişəm. Və cəmi 3 köməkçi söz, sadəcə sözlə kitabı tapmaq lazımdır. Hansı nəşriyyata məxsusdur, hansı müəllifdir, onu deməlisiniz. Mən sizə ilk ipucunu deyirəm. Ruh. Mən ruh deyəndə sizin ağlınıza hansı kitab gəlir? Xanım əsəri var. Xanım Leyla Xuni. Yox, milli. Millidir. Elxan Əliaxtının əsəridir. Daha cavan. Daha cavan. Xan deyil, eləmi? Xan deyil, yox. Əsərdə ruh var. Əsərdə də ruh var. Başqa nə var əsərdə? İkinci ipucu demədir. Kitabın adında ruh var. Hə. Kitabın ruh var. Qatil ruhdur. Bəli. Hansı nəşriyyat? Strauss nəşriyyat. Vasif bəyin kitabı. Təbrik edirəm sizi, çox sağ olun. Təbrik edirəm sizi bir daha mükafatınızla bağlı. Kitabınızın uğuruna sevinirik biz də və yeni müəllif olaraq da, yəni bizi qürurluyuq ki, yəni bizim aramızda belə bir istedadlar yetişir. Sizə bir sual verəcəm. O hansı nəşriyyatda olduğunu, hansı müəllif olduğunu siz tapacaqsınız. Adətən yerli müəlliflərdən və yaşayan müəlliflərdən sual verirəm. Zəhmət olmasa deyin. Mən günah deyəndə ağlınıza gələn kitab? Yəqin ki, Elay Xan nəşriyyatından Elayın koleksiyoneri olur. Aferin, çox sağ olun. Sizə sualım var. Zəhmət olmasa, mən sizə bir sual verəcəm. O müəllifi və o kitabı bir dəqiqənin içində tapmalısınız. Sizin nəşriyyatda deyil, başqa bir nəşriyyatdan olacaq. Bəli, yerli müəllifdir və hal-hazırda da bizim sərgidə iştirak eləyir, imza mərasimi var. Bir həftə əvvəl mükafat alıb, bizim hal-hazırda Siyasi Pres nəşriyyatının elan elədiyi mükafatlardan birini alıb. O 3 qalibdən biridir. Birinci Röşən müəllimi deyəcəkdim, sonra... Yox, Siyasi Pres deyəndə. 3 qalibdən biridir. Bəli, o mükafat bizim o qalibimizdən birinə verilir də, düzdür. Mən indi sizə demək istədiyim kitabdan gedir söhbət. Konkret bir nəşriyyata bağlıdır və həmin kitabdan danışır. Bu kitabı Bildiyim qədər Strauss, bildiyim qədərilə 2 kitab Strauss nəşriyyatından. 2 müəllif oradan bəli qalib gəlib. Yaxşı. Konkretləşdirəcəm. O kitabı gecələr oxumaq olmaz. Yəqin sancaqlı kölgələrdir. Yəqin. Düzdür, aferin.